Ölkədə belə biabırçılıq yoxdur. Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi eləyən Bakının küçələri su altında qaldı. Rəsmi açıqlamalarda səbəb kimi normadan artıq yağış yağdığı deyildi. Əslində forumun ilk 2 günü bizə tamamilə fərqli hava şəraiti göstərdi və bu da iqlim dəyişikliyinin nəticəsidir. Açığını desəm, Bakıda böyümüş biri kimi may ayında bu qədər yağış görməmişəm. Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. İqlim dəyişikliyinə uyğunlaşma yollarını tapmalıyıq. Memar Dilqəm İsmailov deyir ki, problemin təməlində şəhərin idarə etməsinə yanaşma dayanır. Bakıda olan bu problem təkcə yağış problemi deyil, ciddi şəhərsalma və şəhər idarə etməsi problemidir. Çünki Bakı son illər xaotik şəkildə sürətlə sıxlaşıb, amma bu sürətli sıxlaşmaya uyğun su kanalizasiya xəttlərinin, yol infrastrukturunun buna uyğunlaşmasını biz görmürük və xüsusən də hətta mövcud olan açıq torpaq sahələri, yaşıllıqlar daha da azalmasını müşahidə edirik. Açıq torpaq sahələri olmalıdır ki, bu yəni təbii yağışı özünə hopdura bilsin. Amma günü-gündən bunların da sayı azalır və yeni bir model də görmürük biz. Bu cür koordinasiyasız şəkildə şəhər idarə etməsi nə qədər ki mövcud olacaq, problemlərin həlli günü-gündən çətinləşəcək. Memarın fikrincə yağış sularının hansı ərazilərə daha çox düşdüyünün xəritəsi çıxarılmalı və səbəblərə baxılmalıdır, amma təəssüflənir ki, bunlar edilmir. Deputat Razil Nurullayev Azadlıq Radiosuna deyir ki, dünyanın bir çox iri şəhərləri artıq iqlim dəyişikliklərinin yaratdığı ekstremal hava hadisələri ilə üz-üzədir. Amma etiraf etməliyik ki, bizdə vəziyyəti çətinləşdirən əsas səbəblərdən biri illər əvvəl şəhərsalma sahəsində yol verilmiş nöqsanlardır. Bununla belə məsələ artıq dövlət səviyyəsində ciddi şəkildə nəzarətə götürülüb. Yadınızdadırsa, Prezident İlham Əliyev yanvarın 12-sində Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən dövlət proqramına həsr olunmuş geniş müşavirə keçirdi. O müşavirədə aidiyyatı qurumlara konkret tapşırıqlar verildi. Dövlət proqramı çərçivəsində yeni kollektorların çəkilməsi, yağış sularının sisteminin yenilənməsi, alternativ su mənbələrinin yaradılması, rəqəmsal idarəetmə sisteminin tətbiqi və Bakı üzrə infrastrukturun 2050-ci ilə qədər yenidən planlaşdırılması nəzərdə tutulur. Bu ilin aprelindəki fəsadlardan bir qədər sonra Prezident İlham Əliyev dəymiş ziyanın ödənilməsi üçün 86 milyon manat pul ayırıb. İqtisadçı Natiq Cəfərli deyir ki, Bakının altyapı problemlərini həll etmək üçün bir tək vəsait kifayət deyil. Böyükşəhər Bələdiyyəsi yaranmalıdır. Kommunal xidmətlər bir mərkəzdən idarə olunmalıdır. Bu il Dövlət Su Agentliyinin sədri Zaur Mikailov vəd eləyib ki, Bakı və Abşeronda su xəttlərinin yenilənməsi haqqında proqramın ilkin nəticələri qarşıdakı illərdə görünəcək.